Sonda yeni içki içdim, açıldı mənim ürəyim. Bu bir il ərzində mən tamam dəyişdim. Mən də 2010'da rap yazmağa başladım. Sonra Versus adında bir qrupda yaratdım. Tanınmağa başladım, dostlarımı topladım. Fanatların ürəyində sevgi hissi qazandım. Bilirsən necə? Həyat çox qəribə, bütün yaxşılarım çevrildi minnətə. Fanatlar da, dostlar da oldu hamısı vəfasız. Çoxsu məni pislədi, çoxsu dedi ağılsız. Dostlarımın sayını bilmək üçün vaxt cibər. Bu söz mən heç vaxt almazdım vəcər. Pulsuz konsertlər, treklər, kliplər, heç əziyyətimə verilmədi qiymətlər. Qrupun dağılmasının səbəbidir satqın.